Hər vaxtınız xeyir olsun. Mən Zayan Həsənov. Bugün də növbəti dərsimizi çəkəcəyik inşallah. Bugünkü sınavımızın izahı DİM-in 20 test toplusundan ibarət ikinci qrup üzrə olan kitabından 6-cı sınavın izahı olacaq. Vaxt itirməyək, dərhal izaha keçək. Deməli, birinci sual müasir dövrümüzdəndir. Azərbaycan Respublikası 21-ci əsrdə baxaq. 21-ci əsrin təbii ki, əhatə etdiyi dövrü nəzərə alsaq, bu 2001-2100-cü illərdir. Hal-hazırda 21-ci əsrdə yaşayırıq. Konstitusiya əlavə və dəyişikliklərin edilməsi bu düzgün cavabdır və daxili siyasətdir. Eyni zamanda burada açar sözlərimiz daxili və xarici sözləridir. Konstitusiya əlavə və dəyişikliklərin edilməsi bu düzgündür, çünki bu 2002-də olub. Ümumiyyətlə, müstəqil Azərbaycanımızda bir dənə konstitusiya var, o da 1995-də qəbul olunub. Hər 7 ildən bir konstitusiyamızda dəyişiklik olunub, amma bu, belə deyim, sindrom 2023-də qırıldı. İlk dəyişiklik isə 2002-dədir, bu düzgün cavabdır. Məcburi köçkünlərin yaşadığı bütün çadır düşərgələrinin ləğv edilməsi, bəli, bu da daxili siyasətdir və 2007-dir. Həm yuxarıdakı ili, həm də termini ödəyir. Deməli, A ilə B-ni götürək. Əhalinin sosial müdafiə fondunun təsis edilməsi bu daxili siyasətimizdir, amma 1994-cü ildir. 21-ci əsr yox, 20-ci əsrdir. Ona görə C bizə lazım deyil. Birdən A ilə B-ni götürürük. Xarici siyasətə gələndə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişik, bəli. Bundan əvvəlki sınaqlarımızda izah etmişəm. Biz BMT-nin daimi üzvüyük 1992-ci ildən. Amma Təhlükəsizlik Şurasının daimi üzvü ola bilmərik, qeyri-daimi üzvü olmuşuq 2011-ci ildə, bəli, həm xarici siyasətdir, həm də termini ödəyir. NATO-nun Şimali Atlantik Əməkdaşlıq Şurasına qoşulması, ümumiyyətlə biz NATO-ya üzv deyilik, amma onun müəyyən proqramlarına qoşulmuşuq. Qoşulmuş proqramlardan biri də budur. 1992-ci ildə. Bundan başqa biz NATO-nun 1994-də sülhnaməyə tərəfdaşlıq proqramına qoşulmuşuq. Bundan başqa 2002-də NATO-nun assosiativ üzvlüyünə çevrilmişik. B variantı xarici siyasət olsa da, amma əsr şərtini ödəmir, 20-ci əsrdir. Bakı Tbilisi Ceyhanın əsas boru ixrac neft kəmərinin çəkilməsinə dair saziş. Bu isə yenə xarici siyasət olsa da, amma 1999-cu ildir və əsr ödəmir. Ona görə burada cavab 1A, B, 2A-dır. Yəni variantımız C-dir. Davam edək. İkinci sual. 2021-ci ildə baş vermiş hadisələri müəyyən edin. Qarabağ Dirçəliş Fondunun yaradılması, bəli, bu 2021-ci ilin əvvəlləridir. Bu şərti ödəyir. Davam edək. Bakı Metropolitenin 8 noyabr stansiyası 2021-ci ilin mayın sonlarında istifadəyə verilib. Bu da şərt ödəyir. Deməli, cavabımız 1-2-dir. Digərinə baxaq. Zəngilanda beynəlxalq hava limanı istifadəyə verilməsi bu 2022 oktyabrdır. Füzuli olsaydı düzüydü. Şuşada Xarı Bülbül Festivalının keçirilməsi də deməli 2022-ci ildir. Deməli, bizim burada cavabımız 1-2, yəni B variantıdır. Üçüncü suala baxaq. Azərbaycan Respublikasının 1991-ci il və 2002-ci il tarixlərinə aid ümumi cəhət. Prezident seçkilərinin keçirilməsi. Prezident seçkilərinin keçirilməsi 1991-də var, amma 2002-də yoxdur. Çünki 1993-cü ildən sonra, Heydər Əliyevin prezident seçilməsindən sonra prezident seçkilərinin dövrlərində bir növ, belə deyim, bir nizam yarandı və bir müddət bu 5 il proqramından getməyə başladı və gördüyümüz kimi artıq 2003-də prezident seçkiləri var, 2002-də yox. Bələdiyyə seçkilərinin keçirilməsi ilk dəfə 1999 və bu prosedur da bir müddət 5 il davam elədi. Ümumiyyətlə, prezident seçkiləri, parlament seçkiləri bunlar 5 illik prosedurdur son dövrlərə qədər. Sonradan isə prezident seçkiləri 7 ildən bir keçirilməyə başladı. Digərlərində isə növbədən kənar seçkilər olduğuna görə bu biraz dəyişdi. Referendumun keçirilməsi ilk dəfə bu düzgün cavab olacaq. Çünki 1991-in dekabrında referendum kutusunda sual var idi. Azərbaycan müstəqilliğinə razısınızmı? 2002-ci ildə isə bayaq qeyd etdiyim kimi birinci sualda olduğu kimi konstitusiya əlavə və dəyişikliklərin edilməsi haqqında xalq hissəsinə referendum keçirildi. Birinci sualın A variantı. Bu məsələdə ehtiyatlı olun. Ona görə də
Burada doğrudan da cavab C-dir. Yeni konstitusiyanın qəbul olunması. Bir dənə konstitusiyamız var, onsuz müstəqil Azərbaycanda. 1995'te yerdə qanunlar əlavə edildi və onlar yeni konstitusiya sayılmır. Qaldı ki, Qarabağ bölgəsində uğurlu hərbi əməliyyatların keçirilməsi. Bu hardasa 1991-ci il 1-ci Qarabağ müharibəsində bir neçə xırda əməliyyatla ola bilər, amma 2002-də ümumiyyətlə ermənilərlə müharibə yoxdur ki, uğurlu hərbi əməliyyatlar keçirilsin. Cavab C variantıdır. Davam eləyək 4-cü suala. Azərbaycanın 20-ci əsrin 90-cı illərin 2-ci yarısı tarixinə aiddir. 90-cı illər 1999 əhatə eləyir. Bunun birinci yarısı kimi 1990-95, ikinci yarısı kimi isə, daha doğrusu birinci yarısı 1990-94, ikinci yarısı isə 1995-1999 əhatə eləyir. Yəni, bizə burada nə lazımdır? Qısaca 1995-1999-cu illər. İndisə baxaq. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməyimiz bu 92-dir. Gördüyümüz kimi şərt ödəmir yuxarıdakı illər. Yeni Azərbaycan Partiyası 92-dir. Yenə şərt ödənmir. Və 3 cavabımız varsa, avtomatik olaraq cavab 3, 4, 5, yəni D variantıdır. Konstitusiya Məhkəməsinin yaradılması 1998 şərt ödəndi. Senzuranın ləğv olunması, yəni nəzarət şərt ödəndi. İlk bələdiyyə seçkiləri yenə də şərt ödəndi. Cavabımız 3, 4, 5-dir. 5-ə baxaq. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərlə bağlı hadisə nəticə əlaqəsi pozulmuşdur. A variantı Bakı bəyannaməsi qəbul edildi. Böyük İpək yolunun mənzil qərargahı yaradıldı. Bəli, bu düzdür. Bununla bağlı bir məsələni qeyd edeyim. Rastca söhbət burada açılıb. 1998-ci ilin sentyabrında baş verib bu hadisə və ehtiyatlı olaq. Heydər Əliyevin birinci prezidentlik dövrünün son ayına düşür. Çünki Heydər Əliyev 98-ci ilin oktyabrında ikinci prezident seçiləcək. Nəysə, bu cavabımız düzdür. Amma bizə uyğunluq pozulan variant lazımdır. Əsrin müqaviləsi imzalandı. Bakı-Novorosiysk neft kəməri istifadə verildi. Düzdür, hadisələr arasında 3 illik fərq var. Amma yəni Bakı-Novorosiysk, Bakı-Subsa bunlar belə demək mümkündürsə əsrin müqaviləsinin hesabına bağlanmış, çəkilmiş kəmərlərdir. C variantı ölkə iqtisadiyyatına xarici investisiya cəlb edildi. Sənayenin bir sıra sahələrində böhran vəziyyəti yarandı. Yəni məntiqi səhv var burada. Çünki əksinə xarici investisiyanın cəlb olunması sənayenin inkişafına səbəb ola bilər. Cavab C-dir. Burada uyğunluq pozulub. Bazar iqtisadiyyatına keçirdi. İstehsal sahələrinin özəlləşməsinə başlandı. Bəli. Əksər istehsal sahələri özəlləşdirildi. Qaldı ki, məhkəmə islahatı həyata keçirdi. Ölüm hökmü şərqdə ilk dəfə ölkəmizə ləğv edildi. Bu da düzgün cavabdır. Bizə səhv cavab, yəni C variantı lazım idi. 6-da. 2-ci Qarabağ müharibəsində folklor aprel döyüşləri dövründə, yəni 2020-ci ilin sentyabr və noyabr aylarında baş verən Vətən müharibəsinə fərqli olaraq 2016-nın belə desək, davamlı olaraq geçsək 1-5 aprel tarixlərində olan xüsusiyyətləri müəyyənləşdirməliyik. Əsas əməliyyatlar 1-2 apreldə olmuşdu. Döyüşlərdə fərqlənmiş hərbiçilər orden və medallarla təltif edilmişdir. Təbii ki, bu hər ikisində var. Aprel döyüşlərində milli qəhrəmanlarımız var. Sami Dimanov, Murad Mirzəyev, Şükür Həmidov. Qarabağ müharibəsində isə Vətən müharibəsi qəhrəman adı verilib. B. Onsuz da düşmənin keçilməz dediyi səth 2016 aprel döyüşləri zamanı dağıdıldı bir hissəsi, sonra isə Vətən müharibəsində tamamilə dağıdıldı. C variantı da oxşar cəhətdir. İstər Qarabağ müharibəsində, istər aprel döyüşlərində strateji yüksəkliklər, apreldə Lələtəpə, 2-ci Qarabağ müharibəsində Murovdağ və s. və ilə axır. D. Əlbəttə bu cümlədə oxşar cəhətdir. Burada cavab Y-dir. Çünki Vətən müharibəsi iki tərəfli dayandırdı, amma 2016-cı ilin aprel savaşında biz əməliyyatları bir tərəfli qaydada dayandırdıq. Ermənilər yenə də atəşkəsi pozub bir neçə gün belə desək bizim əsəblərimizi oynamağa davam etmişdilər. Cavab Y variantıdır. 7-yə baxaq. Heydər Əliyevin birinci prezidentlik dövrü və Heydər Əliyevin ikinci prezidentlik dövrü. Prezidentlik dövrü deyirsə, biz avtomatik olaraq nə etməliyik? 93-2003 tarixinə getməliyik və birinci prezidentlik dövrü onun
Heydər Əliyevin 1993-98, HDP-nin ikinci prezident dövrü isə 1998-2003-cü illəri əhatə eləyir. İndi isə baxaq, görək nə var burada. Ümumxalq səs verməsi, referendumun keçirilməsi. Mən bu sualı köçürüm bura. Deməli, 1993-98 birinci rəhbərlik dövrüdür. Bu tərəfdə isə 1998-2003 işarəliyim. Və belə deyim, xırda görsənməsə bizim sualımız. Buranı isə orta üçün edək. Hər ikisinin orta cərgəsi üçün edək. Oxşar olsun bura. Ümumxalq səs verməsi, referendumun keçirilməsi. Referendumun keçirilməsi hər ikisinin üçün ola bilər. Çünki 1995-ci ildə konstitusiyamız qəbul olunmuşdan qabaq xalq referendumuna çıxarıldı. 2002-ci ildə konstitusiyamıza əlavə olundu, yenə referenduma çıxarıldı. Anı ortaya aparaq, görək nə olur. Neftin ixracı ilə bağlı xarici ölkələrlə sazişlərin imzalanması. Bunu da ortaya aparaq. Çünki 1994-cü ildə əsrin müqaviləsi, sonra Bakı-Tbilisi-Ceyhanla bağlı 1999, yenə hər ikisi ödəyir. Bələdiyyə seçkiləri bu ilk dəfə 1999-da başladığına görə, ikinci prezident yataq. Parlament seçkilərinin keçirilməsi. Parlament seçkiləri var. Başlayıb 95-dən və 5 il davam edəcək. 2000-də də var, 2005-də də var. Ona görə bu oxşarlıq olacaq. Həm bura düşür, həm bura. ABD. Milli Qurtuluş günü isə bir dəfə təsis olunur 97-ci ildə. Bu da gedəcək birinci prezident dövrünə Y. Varmı belə cavabımız? 1Y, 2S, 3ABD. Bəli, cavabımız D variantı olacaq. Davam edək. 8-ci sual. 1994-cü ilin yanvarında Azərbaycan ordusu Füzuli rayonundakı mühüm strateji əhəmiyyətə malik olan Horadiz qəsəbəsini və 22 kəndi azad etdi. Sonraki günlərdə qüvvələrimizin hücum əməliyyatlarının genişlənməsi nəticəsində Cəbrayıl rayonunun bir hissəsi düşməndən təmizləndi. Bəli, bu düzdür. Maraq üçün deyim, təmizlənən ərazi Cocuq Mərcanlıdır. Amma Cocuq Mərcanlıda nə vaxt yaşaya bildik? 2016-da. Çünki oranı qoruyan Lələtəbə yüksəkli azad olunmuşdu. Amma biz Cocuq Mərcanlını əslində birinci Qarabağda götürmüşdük. Bir düzdür. 2. Biz 94-dən 1993-ə qayıda bilmərik axı. 3. Biz MDB artıq 1993-də girmişdik. Rusiya 1994-də bunu bizdən niyə tələb etsin ki? 4. Bəli, biz 1-ci Qarabağ müharibəsində yeganə şəhər mərkəzi Ağdərə idi ki, Ağdərəni azad etmişdik. Amma 1992-ci ildə bu da yeni şərt ödəmir. Qaldı ki 5-ə, bəli, düzdür. Zaten 1994-də Heydər Əliyevin rəhbərliyi altında aparılan uğurlu hərbi əməliyyatların nəticəsində Cəbrayıl, Kəlbəcər, Füzulinin bir sıra qəsəbələri alınmışdı. Cavab 1-5-dir, D variantı. 9-cu suala baxaq. Azərbaycan SSR və Azərbaycan Respublikası. Azərbaycan SSR deyəndə dərhal hansı illəri götürməliyik? 1920-1991. Azərbaycan Respublikası isə deyəndə 1991 bu günümüzə qədər 2025. Oxşar cəhət olmasın. Qəbul edilmiş konstitusiyaya əlavə düzəlişin edilməsi. 1956-cı ildə vaxtilə qəbul olunmuş 37-ci il konstitusiyasına düzəliş var. 2002, 2009, 2016-cı ildə isə müstəqil Azərbaycanımızın dövründə qəbul olunmuş konstitusiyaya düzəliş var. Deməli, A variantı oxşar cəhətdir və bizə lazım deyil. Yeni neft gəmilərinin istifadəyə verilməsi. Azərbaycan SSR dövründə 1983-də Bakı Qroz neft kəməri var. Müstəqil Azərbaycanımızda Bakı Novorosiysk var, Bakı Subsa var, 1997, 1999. Bu da oxşar cəhətdir. Ərazi bütövlüyünə qəsdlər, əlbəttə. Azərbaycan SSR dövründə Şərur Dərələyəz var, Zəngəzur var. Müstəqil Azərbaycanımızın dövründə biz 1-ci Qarabağ müharibəsində nə qədər qəsdlərə məruz qaldıq. Heydər rəhbərliyi dövrü, əlbəttə bu 1969-82-ci ildə də var. Azərbaycan SSR dövründə. Müstəqil Azərbaycanımızda da var 1993-2003. Bu da oxşar cəhət deyil. Naxçıvan Statusla bağlı müqavilənin bağlanması, bəli, bu yalnız Azərbaycan SSR üçün keçərlidir. 1921-ci ildə Moskva
2 dənə Moskva, Qars, eyni zamanda 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosial Respublikasının yaranması sırf Azərbaycan SSR üçün keçərlidir. Cavab Y variantıdır. Belə davam eləyək. Qarabağ münaqişəsinin 20-ci əsrin 90-cı illər üçün səciyyəvidir. Deməli, burada yenə də 90-cı illərə baxacağıq. 1990-1999-cu illərə baxacağıq. Bölgədə Xüsusi İdarəçilik Komitəsinin, yəni XİK-in yaradılması bu 1989-un yanvarıdır. Təxminən 10 ay mövcud olub. Bir yanlışdır. Ermənilər tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının elan olunması 91-in sentyabrın əvvəlləridir. Bu düzgündür. Xankəndi yaşayan azərbaycanlıların öz doğma yerlərinin qurulmağa başlanması, ümumiyyətlə 1989-dan sonra Xankəndə bir dənə də olsun azərbaycanlı yaşamır. Yayından etibarən yaşamırdı. 3 səhvdir. Deqəməyən statusu isə 91 noyabrıdır. Yəni biz 4-ü 2-yə görə eləmişik. Ermənilər ikinci variantdakı addım atdıqdan sonra bizim tərəfdə 1991-ci ildə noyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv etdik. Burada cavabımız 2-4, yəni Y variantıdır. Davam eləyək. 11-ci sualdan. Rusiya sülh məramlarının müvəqqəti yerləşdirildi. Azərbaycan ərazisində bütün yaşayış məntəqələri düşməndən azad edildi. Dağlıq Qarabağ Respublikası qondarma qurumu buraxıldığı elan edildi. Qarabağdakı fəaliyyət göstərən qanunsuz birləşmələr tərk islah edildi. Təbii ki, 2020-ci il Vətən müharibəsindən sonra Rusiya sülh məramları müvəqqəti olaraq Azərbaycan torpaqlarında məskunlaşmışdılar. Harda ki, ermənilər qalmışdı və bütün proseslər A variantına görə lokal xarakterli antiterror əməliyyatına görə ləğv olundu. Bilirik ki, 2023-cü il 19 sentyabrdan 20 sentyabra keçən gün lokal xarakterli antiterror əməliyyatları baş verdi. Nəticədə Azərbaycanın Ermənistanla sərhəd bütövlüyü tam olmasa da, amma Dağlıq Qarabağ baxımından tam oldu. Niyə Azərbaycan Ermənistan sərhədinin tam nəzarətdə olduğunu demirik? Çünki Qazaxın bir neçə kəndi məsələsi hələ də belə deyim, problemli olaraq qalır. Və artıq ermənilər ərazidən çıxarıldıqdan sonra Dağlıq Qarabağ Respublikası adlı qondarma qurum buraxıldıqdan sonra və Qarabağda məskunlaşmış qanunsuz birləşmələr tərk islah edildikdən sonra, eləcə də ermənilərin mülki əhalisinə istənilən bir şərait yaratmamıza baxmayaraq buradan çıxdıqdan sonra artıq rusların burada qalmağına ehtiyac yox idi. Və ruslar da nəzərdə tutulduğundan da bir il tez 2024-cü ildə artıq Azərbaycan torpaqlarından çıxarıldı. Burada cavab A variantıdır. 12-ci suala baxaq. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru neft kəməri haqqında saziş imzalanmışdır. Azərbaycan Respublikası NATO Parlament Assambleyasının Asiya sərləşdirilmiş, yəni həll edici səsə malik olmayan üzvlüyünə qəbul edilmişdir. Birincidə söhbət 1999-dan, ikincidə söhbət isə 2002-dən gedir və hər iki hadisə İstanbulda bağlanmış müqavilə görülmüşdür. Göstərilən baş verdiyi şəhər təbii ki, söhbət 2-dən, yəni Türkiyə ərazisindən İstanbuldan gedir. 1-in Rumıniya ərazisi olduğunu qeyd edək. 3 Bizik, 4 İran ərazisidir. 5 isə Xəzər dənizində növbəti qonşumuz olan Türkmənistan ərazisidir. Belə. Deməli, burada cavabımız B variantı, yəni 2 Türkiyə oldu. 13-ə baxaq. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövlət səviyyəsində hər cür yardım göstərməsindən məhdudiyyətin qoyulması nəzərdə tutan azadlığın müdafiə haqqında düzəliş edilməsi, ATƏT-in Minsk qrupun həmsədrlər təsisatı olması. ATƏT-in Minsk qrupun həmsədrlər təsisatı 3 ölkə ola bilər, ABŞ ola bilər, Fransa ola bilər, Rusiya ola bilər, amma birinci maddə hər şeyi sübut eləyir. 1992-ci ildə biz haqlıyken haqsız duruma düşdük. Belə ki, yaxşı bir ifadə var, deyir, oğru elə qışqırdı, doğru küncə qısıldı. Doğru tərəf biz ola oğrular, ermənilər elə qışqırdı ki, və elə video görüntülər və foto şəkillər təqdim etdilər ki, ABŞ bizi, belə deyim, oğru qismində, ermənilər isə doğru qismində görməyə başladı və nəticədə 1992-ci ildə ABŞ 9-7-ci düzəlişi qəbul edərək bizdə yardımı dayandırdı. Sonralar isə Heydər Əliyev, belə deyim,
Key West şəhərində danışılar zamanı artıq ABŞ-ı belə desək inandırmağa çalışdı və inandırdı ki, biz oğru deyildik. Oğru olan tərəf ermənilər idi. Ona görə də ABŞ tərəfi 9-7-ci düzəlişi ləğv etməyib tam. Amma hər dəfə 9-7-ci düzəlişi dayandırmaqla bizə yardımı davam etdirir. Deməli, ehtiyatlı olun. Əgər azadlıq müdafiə haqqında düzəliş edibsə, 92-ci ildə bizə yardımı dayandırıb. Yox, azadlıq müdafiə aktında 9-7-ci düzəlişi dayandırıbsa, yardımı davam etdirib. Söhbət ABŞ-dan gedir. 14. Vətən müharibəsi ərəfəsində baş vermiş hadisə deyil. Təbii ki, elə bir şey tapmalıyıq ki, o 2020-nin Vətən müharibəsi nə başladı? 2020-nin sentyabrın 27-sində. Nə vaxta qədər davam elədi? 2020-nin 9-10 noyabrına qədər. Elə bir şey tapmalıyıq ki, 2020-nin sentyabrından əvvəl olmasın. Türkiyə Respublikası ilə Şuşa bəyannaməsinin imzalanması bu 2021-ci ildir. 15 iyulda. Elə cavabımız A variantıdır. Çünki bizə lazımdır 2020-nin sentyabrından əvvəl olsun. Cavab A'dır. Yerdə qalanlara baxaq. B variantı düzdür. Onsuz da Ermənistan rəhbərliyi hər dəfə Qarabağın erməni icmasının sülh danışıqlarında tərəf kimi qəbul edilməsi şərtini irəli sürüb. Ermənilər özlərini elə aparıblar. Güya ki, bu torpaqlarda Ermənistanın gözü yoxdur. Sadəcə Dağlıq Qarabağda yaşayan ermənilərin buralar dədəbba torpağı kimidir. Bu var. Münxen Təhlükəsizlik Konfransı 2020-nin fevralıdır. Əlbəttə ki, İlham Əliyev orada Paşinyan necə lazımdırsa, belə deyim, tarix faktlarla başa salır. Hətta Paşinyan orada dil çaşıb sözünü düzün deyə Qafqaz Bürosunun qərarını, belə deyim, Azərbaycanın xeyrinə olduğunu təsdiq edir və Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiq edir. Bu da 2020-nin fevralıdır və müharibədən əvvəldir. Qarabağ arasında təmas xəttinə keçməyə cəhd edən düşmənin kəşfiyyatçı təxribat qrupunun qarşısına alınması. Bu da 2020-nin avqustudur ki, yenə Vətən müharibəsindən əvvələ düşür. Qaldı ki, Azərbaycan ordusunun general-mayoru Polad Həşimovun şəhid olması 2020-nin deməli iyul hadisələrində baş vermişdir, Tovuz döyüşlərində. Bu da Vətən müharibəsi ərəfəsi, yəni Vətən müharibəsindən qabaqdır. Deməli, burada cavab A-dır ki, əksinə bu Vətən müharibəsi ərəfəsində yox, Vətən müharibəsindən sonradır. 15-ci suala baxaq. Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul olduğu yerdə baş verməmişdir. Yəni, qısaca 1992-ci ildə Azərbaycanda baş verməmişdir. A variantı 1992-dir. Bu bizə lazım deyil, səhv cavabdır. B variantı 1992-dir. Bu da bizə lazım deyil. C variantı yenə eyni şey. D variantı uğursuz Daşaltı. İkinci Qarabağ müharibəsində uğurlu olacaq. Yenə eyni şey. Cevabımız da 1993-dür. Bəli, bu yuxarıdakılara baxanda fərqli ildədir. Ona görə cavab Y-dir. 16-ya baxaq. Daha əvvəl baş vermişdir. Aha. Naxçıvan MSSR-nin adından Sovet Sosialist Respublikasının götürülməsi. Bu 1990-ın noyabrıdır. Bir neçə testdə demişəm, əzizlərim, ehtiyatlı olun. Əgər Naxçıvanın SSR-nin tərkibindən çıxdığını elan etməsi olsa, bu 1920-ci ilin 19-20 yanvarıdır. Yox, burada olduğu kimi Naxçıvan MSSR-dən SS-in atılması olsa, 1990-ın noyabrıdır. B. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə. Bu 91-in avqustudur. Müstəqilliyimiz haqqında akt olsaydı, 91-in oktyabr olacaqdı. Azərbaycan SSR-nin Azərbaycan Respublikası adlanması bu 91-in 5 fevralıdır. Fikir verin, eyni şey 1-ci Naxçıvanda baş verir, sonra Azərbaycanda baş verir, SS atılır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı referendum. Biz müstəqil olub bitdikdən sonra 91-in dekabrında bayaq dedim, referendum qutusunda sual var idi. Azərbaycanın müstəqilliyini istəyirikmi? Azərbaycan Respublikasının üç rəngli bayrağı dövlət bayrağı kimi təsdiq olunub. Bu da 91-5 fevraldır. Deməli, baxaq görək hansı daha tez olub. Əlbəttə ki, burada bir hadisə 90, yerdəki hadisələr isə 91-dir. Daha tez olan cavab təbii ki, A variantı olacaq. Davam edək. 17-ci sual. Azərbaycan Respublikasının 90-cı illərin ortaları tarixinə aiddir. 90-cı illərin ortaları desək, hətta 90-cı illər 90-99,
Ortaları isə 1994-1996-cı illər arasıdır. Baxaq. Ombudsman 2001-dir. Yuxarıdakı şərti ödəmir. İlk demokratik parlament seçkiləri 95 şərt ödəndi. Senzura 98 şərt ödənmir. Dövlət elmi 92 şərt ödənmir. Torpaq islahatı haqqında qanun 96 şərt ödəndi. Deməli 2 ilə 5 işarələrimiz bax bu illərə 94-96-cı illərə düşür. Ona görə cavabımız 2-5, yəni D variantı olacaq. 18-ci suala baxaq. Azərbaycan Respublikasının tarixində müvafiq olaraq 99 və 2004-cü illərə aid hadisələri müəyyən edir. Ölkədə parlament və prezident sessiyanının keçirilməsi. Bayaq yuxarıda buna aid bir cümlə yazdım. Parlament seçkiləri bizdə 95-dən başlayıb və uzun müddət bu 5 il davam edib. Yəni 95-də olan bir şey 2000-də olacaq, 1999 ola bilməz. Prezident seçkiləri də 93, 98, 2003 prinsipi ilə gedir. Əgər burada parlament və prezident seçkilərinin əvəzinə bələdiyyə seçkiləri olsaydı, onda düz olardı. Belə ki, ilk bələdiyyə seçkiləri 99-da keçiriləcək və onun üzərində 5 il gəldi, 2004 eləyəcək. A variantı yararsızdır. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə qoşulmuşuq 1992-də, amma aşağı qoşulmuşuq 2001-də. Gördüyümüz kimi bu da yanlışdır. Konstitusiyamız qəbul olunub 95-də. Dünya Azərbaycanın ilk qurultayı 2001. Gördüyünüz kimi bu da yanlışdır. Dövlət Neft Fondunun təsis edilməsi 1999. Heydər Əliyev Fondu isə 2004-dür. Bəli, burada şərt ödəndi. Bundan başqa Əhalinin Sosial Müdafiə Fondu 94. Silahlı Qüvvələrə Yardım Fondu isə 2002-dir. Deməli, cavabımız D variantıdır. Qaldı ki, Y variantında olan məsələlərə bunun biri 93, biri isə 94-dür. Amma ehtiyatlı olaq, Murovdağ əməliyyatı 2020 Vətən müharibəsində də var. Deməli, burada cavabımız D variantı oldu. Davam edək. 19-a baxaq. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərin birinci yarısına fərqli olaraq 21-ci əsrin 2-ci 10 illiyi maraqlı. Yəni demək istəyir ki, 1990-1994-cü illərdən fərqli olaraq 2011-2020-ci illərə aiddir. Baxaq. Qarabağ bölgəsində uğurlu hərbi əməliyyatların aparılması. Təbii ki, bu hər ikisində var. Məsələn, 1992-də də uğurlu hərbi əməliyyatlarımız var. 94-də də var. Eyni zamanda 2011-2020 aralığında 2016 aprel var, 2018 günlük var. Lap 2020 Vətən müharibəsinin özü var. Gördüyümüz kimi bu oxşar cəhətdir. Beynəlxalq təşkilatlara üzv olmağımız. Əlbəttə, məsəl üçün 1992-də BMT var və yaxud 2011-ci ildə qoşulmama hərəkatı var. B də yanlışdır. Neftin ixracı ilə bağlı xarici ölkələrlə müqavilələrin imzalanması. Əlbəttə, bu 1994-də var, əsrin müqaviləsi. Eyni zamanda da 2011-2020 aralığında da bu tipdə müqavilələr var. Lap müqavilə olmasa belə, əgər bir şey burada varsa, bizə nə lazımdır? 2011-in 2020-dən fərqi lazımdır. Əgər bir şey 1990-94-də varsa, 2011-2020-də olsa belə bu fərq sayılmayacaq. Çünki bu 1990-94-də var axı. Ona görə C variantının üzərindən xətt çəkirik. Dünya Azərbaycanın qurultayının keçirilməsi. Dünya Azərbaycanın qurultayının keçirilməyə başlanması 2001-dir. Hər 5 ildən bir keçirilirdi. Bir də 2006-da keçiriləcək. Sonra 2011-də keçiriləcək. Sonra 2016-da keçiriləcək. Və sindrom 2021-də qırıldı. Çünki 2023-də keçirildi. Həm pandemiya ilə qədər, həm də İlham Əliyev belə qərara gəldi ki, qoy dünyanın da, Azərbaycanlıların da gözü Şuşada olsun. Və ilk dəfə olaraq Dünya Azərbaycanın qurultayı Şuşada keçirilir. Deməli, demək istədiyim nədir? 2011-də bəli var, 2016-da bəli var, 2022-də var. Amma 90-94-cü illərdə yoxdur. Ona görə də fərq elə budur. Heç burada 2022 lazım deyildi. 2011-2016 kifayətdir. Qaldı ki, prezident sessiyanının keçirilməsi. Prezident sessiyanının keçirilməsi 1993-də də var. Və eyni zamanda da 2013-də də var, 2018-də də var. Deməli, cavabımız D variantıdır.
20-də baxaq. Eyni də baş vermişdir. Azərbaycanda prezident vəzifəsinin təsis olunması 1990 19 may. İslam konferansına girməyimiz 1991. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı 90, amma sədri 91. Yeni Azərbaycan Partiyası 92. Azərbaycan SSR-nin suverenliyi haqqında qanun 89. Deməli bizim burada cavabımız 2, 3, yəni A variantı olacaq. 21. Baxaq ərazilərimizə görə nə var burada. Testə baxmamışdan qabaq 1 haradır? Ağdam. 3 haradır? Xocavənd. 5 Xocalı. 2 Əziz Şuşa. 4 Dağların Laçını. Baxaq. 2020-ci ilin noyabrında 3 tərəfli bəyanatdan sonra Azərbaycan Respublikasına qaytarıldı. Ərazidə Türkiyə, Rusiya birgə monitorinq mərkəzi. Noyabra görə bizə qaytarılan Laçındır. Xəritədə verilməyən Kəlbəcədir və Ağdamdır. Laçın və Ağdam arasında seçim eləsək, amma ikinci cümlə bizim köməyimizə tam çatır. Ərazidə Türkiyə, Rusiya birgə monitorinq bu Ağdamdır. Mərzili kəndində. Ona görə cavabımız 1-dir. Ağdam. 22. Vətən müharibəsindən sonraki dövrdə görülən tədbirlərə aid deyil. Vətən müharibəsi bitib 2020-nin noyabrında. Elə bir şey tapaq ki, bu noyabrdan sonra olsun. Əzizlərim, səsimə görə üzrlü sayın bu yaz fəslinə əlaqədar olaraq allergiyanın qalxmasına əlaqədar səsim istənilən vəziyyətdə deyil, amma bu allergiyanın dayanmasına qalsa bunda çox gözləməliyik. Deməli, 2020 noyabrından sonra baş verməsin. Bütün variantlara baxaq. Bakı metropolitenində yeni stansiya 2021-in mayında var, 8 noyabr. Ona görə A variantı bizə lazım deyil. Füzulidə Beynəlxalq Hava Limanı, bu da 2021-in oktyabrıdır, bu da düşür. Şuşada Vaqif Poeziya günləri 2021-dən etibarən var. Hərbi Qənimətlər Parkı 2021-in aprelidir, bu da düşür. Bakıda 1-ci Avropa oyunlarının keçirilməsi bu 2015-dir, bəli. Vətən müharibəsindən qabaqki dövrdür. Ona görə də bizə Y variantı lazımdır. 23-ə baxaq. 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının xarici siyasəti üçün xarakterikdir. 1-ci Qarabağ müharibəsini 1988-1994 kimi qələmə versək, baxaq görək nələr var burada. Daşkənd müqayisəsinin imzalanması. Daşkənd müqayisəsinin imzalanması 1992-ci ildə. Təbii ki, bu xarici siyasətdir. STN hərbi əmlakı bölüşdürülür və biz bunu düzgün cavab kimi götürürük. Rusiyanın ultimatum şəklində MDB-yə daxil olmaq təklifinin qəbul edilməməsi, bəli, biz bunu 1993-ə qədər qəbul etmirdik. Yalnız 93-də qəbul etdik, məcbur olduq. Xocalıya Ədalət Beynəlxalq Maarifləndirmə Kampaniyasına start verilməsi. Birinci, bu bizim öz problemimizdir. İkinci də biz bunu beynəlxalq məsələyə çıxartsaq belə, bu 1-ci Qarabağ müharibəsində deyil. Bu 2008-dən sonra başlayacaq. Heydər Əliyev Fondunun vitse-prezidenti Arzu xanım, daha sonra Leyla xanım Əliyevin təşəbbüsü ilə. Yəni bu hardasa xarici də sayıla bilərdi, amma 1-ci Qarabağ müharibəsi dövrünə düşmür. Əsrin müqaviləsi 1994-dür. Sentyabrdır. Xaricidir, amma sentyabrdır. 1-ci Qarabağ müharibəsi isə may ayında bitib. Təbii ki, müharibə bitməlidir ki, xarici dövlətlər bura kapital yatıra bilsinlər. Müharibənin getdiyi bir yerə heç kim kapital yatırmaz. Ona görə 4 də səhvdir. Qaldı ki, NATO təşkilatla əməkdaşlıq etməsi, bəli. Biz NATO-nun müəyyən proqramlarına qoşulmuşuq. 1992-ci ildə və 1994-də müəyyən proqramlarına qoşulmuşuq. Bu düzgün cavabdır. Burada cavab 1-2-5-dir. 24-də baxsaq, 2009-cu ildə mədəniyyət sahəsində baş vermiş hadisələri müəyyənləşdirək. Təhsil haqqında qanun, təbii ki, bu 2009-dur, biz bunu götürməliyik. Avroviziya mahnı müsabiqəsində ölkəmizin qalib olması 2011-dir. Nigar, Camal və Eldar, bu səhvdir. Azərbaycan Türk Söz Təşkilatına qoşulması 1993,
da yanlışdır. 4 bu 2009'dur və bizə lazım olandır. 5 2017'dir və bizə lazım deyil. Ona görə burada cavabımız 1-4 olacaq. 25'e baxaq. Xəritədə ərazisi rəqəmlə göstərilmiş şəhərə aid olanı müəyyənləşdirək. Xəritədə ərazisi göstərilmiş şəhərə Xocalı uyğun gəlir. Baxaq. Bir variantlara da baxaq, görəcəyik. Dağlıq Qarabağ Respublikası qondarma bizə dəqiqə. Xocalı inzibati rayonu ola bilər, amma variantlara baxsaq dərhal tutacaq. Məsələ aydındır. Söhbət Xankəndindən gedir. O variantlarla rahat tutmaq olur. İnzibati rayon kimi Xocalıdır, amma belə Xankəndi ərazisidir. Doğruda da Dağlıq Qarabağ Respublikası adlandıran qondarma qurum burada buraxıldı 2023-cü ildə. Söhbət Xankəndindən gedir. Eyni zamanda 1979-cu ildə Ağdam Xankəndi dəmir yolu çəkilmişdi. Deməli cavabımız 1-2 olacaq. Yenə də baxaq. Ərazinin 1 aprel döyüşləri zamanı işğaldan azad edilmişdi. Qətiyyən bu yanlışdır. Ərazidə Güləbirt, bu isə Laçındadır. Ona görə cavabımız 1-2-dir. 26'ya baxsaq, Yaşad Fondunun yaradılması 2020'nin dekabrıdır. Zəngilanda Hava Limanı 2022'dir. Azərbaycan Qoşma Hərəkatının üzv olması 2019'dur. Bizə 3 illik verilmişdi, amma 1 ildə uzatdıq 2023'e qədər. Bakı Tbilisi Qars dəmir yolunun hazır olması 2017'dir. Təbii ki, xronoloji ardıcıl düzsək 4, 3, 1, 2 şəklində düzəcəyik. 27. Heydər Əliyev ikinci prezident dövrü 1998-2003. İlham Əliyevin ikinci prezident dövrü isə 2008-2013'dür. Baxaq görək. Nə var burada? DQTK-nın bazasında Dövlət İmtahan Mərkəzi publik şəxs 2016 heç birisinə düşmür. Bakı Tbilisi Qars dəmir yolu 2017 heç birisinə düşmür. Dövlət Neft Fondu 1999 Heydər Əliyevə gedir. Bakı Subsa Neft Kəməri 99 Heydər Əliyevin dövrünə gedir. Azərbaycan Qoşma Hərəkatına tam hüquqlu üzv 2011 İlham Əliyevin prezidentlik dövrünə aiddir. Yəni Y variantda gedəcək bura. Deməli burada cavabımız olacaq 1 hissədə 2Y. Situasiyaya keçək. Baxaq görə burada nə var? ATƏM Nazirlər Şurası özünün Helsinkidə çağırmış fövqəladə iclasında Ermənistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib. Bu qətnamə ilk dəfə Kəlbəcərlə bağlı qəbul olunub və ehtiyatlı olun 1993-cü ildə Kəlbəcərin işğalından sonra bütün işğal olmuş ərazilərimiz haqqında qətnamə qəbul olunub. 4 qətnamə qəbul olunub. Bəli. Kəlbəcər və ondan sonra işğal olunan ərazilər haqqında bəhs edilən münaqişənin həlli ilə bağlı yaradılmış işçi qrupu bu. Təbii ki, ATƏT Minsk qrupudur. Və belə deyək, 3 üzvü var. Bu əvvəllər dəyişdi, amma sonradan Fransa, Rusiya və ABŞ olaraq qalır. BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamədə qoyduğu tələb ondan ibarətdir ki, erməni hərbi birləşmələri tutduğu ərazilərdən dərhal tamamilə və qeyri-şərtsiz çıxarılmalıdır. 30-da mənbədə göstərilən tarixdə Azərbaycan ordusunun müharibənin gedişinə dönüş yaradılmasının səbəbi təbii ki, söhbət yəqin ki 1993-cü ildən sonra baş vermiş dönüşdən gedirsə, söhbət Heydər Əliyevin Azərbaycanda 93-ün oktyabrından sonra rəsmi prezident seçilməsindən sonra əməliyyatlara başlamasından gedir. Onsuz da Heydər Əliyev 93-cü ilin iyunundan Əlifbəz Elçibəyin Naxçıvana çəkilməsindən sonra prezident vəzifəsini icra edirdi. 93 oktyabrında rəsmi hakimiyyətə gələcək və onun Respublika rəhbərliyinə qayıdışı, çünki niyə qayıdışı? İkinci dəfə rəhbərliyə qayıdır. İstər-istəməz Dövlət Müdafiə Şurasının yaratması, müdafiə haqqında yeni qanun prinsiplərinin qəbul edilməsi, televiziya və radio yayım vasitəsilə insanlara müraciəti, güclü nizami ordunun yaradılması Azərbaycan ordusunda belə deyək, nisbətən özünə güvəni qaytardı və 1994-cü il hərbi əməliyyatlarında Azərbaycan Füzulidə, Cəbrayılda və Kəlbəcərdə bəzi yaşayış məntəqələrini azad etdi. Bu qədər mənim əzizlərim, diqqətimizdən qaçan hansısa bir test və yaxud hansısa bir rəqəm varsa, irad və təkliflərinizi bizə bilirsəz, çox minnətdar olarıq. Sağ olun, var olun, Allah'a emanet olun.
Növbəti dərslərimizdə görüşərik inşallah.